Bu klubun başı kifayət qədər bəlalıdır deyə bilərik. Mütəmadi, xüsusilə son vaxtlar onlarla bağlı xəbərlər yayılır. Onlardan biri baş məşqçi məsələsi ilə bağlıdır. Elgiz Kərəmli komandanın hazırki baş məşqçisi ilə yolların ayrılacağı ilə bağlı mütəmadi xəbərlər yayılır və demək olar mövsüm ərzində bununla bağlı kifayət qədər iddialar gördük. Hər 2-3 turdan bir onunla yolların ayrılacağı və yaxud da hər 2-3 turdan bir Şəfaya kiminsə baş məşqçisi təyin olunması ilə bağlı məlumatlar yayılırdı ki, bu da mütəxəssisin işini əlbəttə çox çətinləşdirirdi. İstər klub tərəfindən bu məlumatların sızdırılması bilərəkdən və yaxud da bilməyərəkdən, istər mətbuatın belə bir iddialar səsləndirməsi təbii ki, yekunda klubun futbol nəticəsinə böyük təsir edir, böyük təzyiqdir. Amma bax, mütəxəssis bu təzyiqə, təsirə dözməyə bacardı və hələ də dözür belə deyək. Əgər Premyer Liqada onunla yola davam edilsə, bax bu mənada yaxşı bir məşq etmiş oldu. Oradakı gərginliklər, oradakı atmosferi indidən hiss etdi. Oradakı təzyiqi belə deyək, bütün mənalarda indidən hiss etdi. Böyük ehtimal onunla yola davam ediləcək. Nəticələr ürəkaçandır, kifayət qədər həm futbol olaraq, həm nəticə olaraq ortaya iş qoymağı bacardı və Şəfa ilə bağlı başqa bir problem isə daha Azərbaycan sayağıdır. Komanda yerli futbolçularla oynayacağını iddia edir. Hansı ki, bunu bir neçə klub indiyədək cəhd edib. Bir neçə klub bununla bağlı əminlik göstərib, ancaq heç cür alınmayıb. Şəfa da eyni əminliyi, eyni istəyi göstərir, amma bunu nə dərəcədə bacaracaq bilmirik. Əsas odur, görünən odur ki, problemlər elə indidən başlayıb. Yerli futbolçular öz dəyərindən, futbolçu səviyyəsindən yüksək məbləğli tələblərlə klubun qapısını döyür və yaxud da klubun istəyinə bax bu cür cavablar verirlər. Bu da bir xaotik durum yaradır.